Azərbaycanda ödənişli atalıq məzuniyyətini nəzərdə tutan qanun layihəsi hazırlanır. İndiyə qədər bu məzuniyyət növü mövcud olsa da, əksər kişilər bundan yararlanmırdı. Çünki atalıq məzuniyyəti mövcud qanunvericiliyə görə ödənişsizdir. Bəli, bilirəm. Amma istifadə eləməmişik, yəni bilirəm. Niyə istifadə eləməmisiniz? Ödənişli deyil, Ödənişsizdir. Ona görə maraqlanmamışam. Ödənişli olsa lap yaxşı olar da, nə olur? Allah qoysa olar. Ödənişli olsa yaxşı olar. Özünüz atalıq məzuniyyətinə çıxmısınız? Xeyr, bizim vaxtımızda olmayıb belə şey. Necə fikirləşirsiniz? Olmalıdır? Müasir gənclik belə fikirləşirsə deməli olmalı. Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri müavini Jalə Əliyeva deyir ki, ödənişli atalıq məzuniyyətinin müddəti isə dəyişməyəcək, 14 iş günü olaraq qalacaq. Daha əvvəlki qanunvericiliyin müddəasinə əsasən bu ödənişsiz məzuniyyət idi. Yeni təklifdə isə atalara bundan belə yeni qanuna əsasən 14 iş günü müddətində ödənişli məzuniyyət veriləcək. Düşünürük ki, bu çox humanist bir addımdır və eyni zamanda gender bərabərliyini də qoruyur. Atanın da ana qədər, belə deyək ki, hüquqları qorunur burada. Millət vəkili bildirdi ki, bu ölkədə ailə institutunun möhkəmlənməsinə paralel olaraq valideyn məsuliyyətinin bölüşdürülməsinə xidmət edir. Hələlik mən belə deyim ki, qanun hazırlanma mərhələsindədir. Milli Məclis olaraq da hazırda bu qanunun təkmilləşdirilməsi üzərində iş gedir. İrəli sürülən təkliflər nəzərə alınıb və bu təkliflər doğrultusunda əlaqədar qurumlar və eyni zamanda hüquqşünaslar tərəfindən qanun layihəsinə hal-hazırda əlavələr və düzəlişlər edilmə mərhələsindədir bu qanun. Jalə Əliyeva söylədi ki, məbləğin nə qədər olması ilə bağlı tam olaraq hər hansı bir rəqəm qanunda göstərilmir. Bu, atanın gəlirinin hər hansı bir hissəsi kimi nəzərdə tutulur. Aytən Fehruz, Vüsal Hüseynov, Xəzər xəbər.